Quranda şəfaətdən söz açan ayələr əslində bir neçə qismə bölünür. Birinci qism ayələr şəfaəti mütləq şəkildə rədd edir. Bəqərə 254-də oxuyuruq. Ey iman gətirənlər, alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən infaq edin. İkinci qrup ayələr isə şəfaəti yalnız Allaha məxsus sayan ayələrdir. Zümer 44-də oxuyuruq. Şəfaət bütünlüklə yalnız Allaha aiddir. Üçüncü qrup ayələr isə şəfaəti Allahın izni və icazəsi ilə məhdudlaşdıran ayələrdir. Məsələn, Səba 23-də oxuyuruq. Onun qarşısında izin verdiyi kəslərdən başqa heç kimin şəfaəti fayda verməz. Dördüncü qrup ayələr isə şəfaət olunacaq şəxslər üçün müəyyən şərtlər irəli sürür. Bəzən bu şərti Allah yanında əhd və peyman almaq kimi təqdim edir. Məsələn, Məryəm 87-də oxuyuruq. Rəhman olan Allahdan əhd almış kəslərdən başqaları şəfaətə malik olmazlar. Bəzən bu şərti Allahın razılığı və məmnunluğu kimi təqdim edir. Məsələn, Ənbiya 28-də oxuyuruq ki, onlar yalnız Allahın razı olduğu kəs üçün şəfaət edərlər. Beşinci qrup ayələr isə bəzi günahkarlardan şəfaətə layiq olma haqqını alır. Yəni, onların şəfaət olunma ixtiyarını rədd edir. Məsələn, Qafir 18-də oxuyuruq ki, o gün zalimların nə bir yaxın dostu, nə də sözü keçəcək bir şəfaətçisi olar. Mənim əzizlərim, şəfaət məsələsi Quranın açıq şəkildə qeyd etdiyi mətləbdir. Şəfaət tamamilə Allaha məxsusdur. Heç kim onun qarşısında öz başına şəfaət edə, ürəyi istədiyi kəsə şəfaətçi ola bilməz. Allah kimlərəsə şəfaət etmə icazəsi verəcək, həm də razı və məmnun olduğu şəxs üçün. Yəni, bu demək deyil ki, kim kimə istəyir şəfaət etsin. Şəfaət edən də, edilən də buna layiq olmalıdırlar. Ayələrə əsasən şəfaət olunmaqdan məhrum olacaq kəslər də olacaq. Şirk, zülüm, şəfaətə etiqad bəsləməmək, namazı yüngül və əhəmiyyətsiz saymaq və sair təhlükəli cəhətlər var ki, adamı bu nemətdən məhrum edə bilər. Allaha pənah. Allah bizi şəfaətdən binəsib etməsin.